əskərlikdə hərdə namazın problem olması nə üçün problem olur? Bəzi yerlərdə onlar elə bilirlər ki, namaz qılanda həmin o əskər var ha. Ona izah eləsin ki, bax, şəriətlə namaz qılanda burada problemə sağa sola da baxa bilərəm. Aydındır? Döyüş anında əskər namaz qılanda sağa sola da baxa bilər. Təhlükə olsa namazdan çıxada bilər. Zaten onun namaz qısadır. Məsələn, səfərdir, onsuz da fərzləri qılacaq. 2 rükət, məsələn, zöhrü 2 rükət qılacaq. Hətta ola bilsin ki, əslində zöhrü birləşdirsin. O həmin əskərin üzərində rəhbər qoyulan kimdirsə, komandirlər kimlər elə bilirlər ki, bu 1 saat qılacaq. O fikri yalnız namazdadır. Düz fikir namazdadır təbii. Erməni də gələr, girər, ölüm bitmə olar. Yox, başı salsın. Sən yox, narahat olma. Şəriətlə belə yerdə namaz belə qılınır. Hətta qorxu anı olsa belə namazı hətta 1 rükət belə qıla bilər. Əgər qorxu anı da döyüş anısa. Çünki biz bilirik ki, döyüş anında namaz 1 rükət qılınır. Səfərdə 2 rükət, döyüş anında, qorxu anında isə 1 rükət qılınır. Necə ki, Allah öz kitabında bunu öyrədir, bəli. İmamla başlanılır, hər kəs 1 rükət qılan çıxır, 1 rükət qılan çıxır, 1 rükət. Yeməyə gedəcəksən axı, orada qıl. Yatmağa vaxt verəcəklər, orada qıl. Çünki dövlətdə belə bir qadağa yoxdur ki, əskər namaz qılmamalıdır. Belə bir şey yoxdur. Allah ölkəmizdən razı olsun ki, dinimiz rahat yaşayırıq. Heç bir problem yoxdur.